Baxın, daş fırın olanda elə lapatka ilə götürürlər. Bizdə daş fırın olmadığı üçün konvektor fırındır. Biz məcburuq ki, bunu belə bir pitsa podnoslarında hazırlayıb göndərəcəyik peçkaya. Aha, pitsa sosu deməli. Balaca bir dənə çömçə verin. Bunu bir dənə moyka. Bir dənə daska verin mənə, zəhmət olmasın. Yaşıl olsun. Çox sağ ol. Pitsa istidir deyənə bunu tez atmalıyıq görə. Xəmirə yapışdıracaq. Bu soyuq olmalıdır. Zaten orada istilinir. Biz sadece sos indi hazırladık deyənə. Aha, istidir. Soyuq olsa da yaxşı. Bəli. Biz bugün indi margarita pizzanı hazırlayacağıq. Pendirə mi? Bunu yox. Nə pendiridir? Mozzarella pendiridir bu. Yox, ikisi də mozzarelladır. Rəngi fərqidir aslında. Biri biraz yağlıdır, biri biraz yağı azdır. Bizdə ağ reyhan olmadığı üçün yox, o şpinatdır. Ispanaq. Biraz qırmızı reyhandan vuracağıq. Biraz da ıspanaqdan. Bir dənə tullayın, zəhmət olmasın. Nə yer var məsələn, pendir edəndən sonra başlayır qoymağa, məsələn, ıspanaqları falan. O dekor üçün gedir. Bunu mən sırf özü hazırlayıram ki, tamı versin ona. Sos da bizdə olmadığı üçün bunu indi tərkibini var. İndi özünüz də dadına baxanda dadına layiq bir qiyməti verəcəksiniz.